Aybaşı gecikmələri polikistoz səbəbi ola bilirmi? Belə bir sual yönləndiriblər. Yaxın oturun, kanalımıza abunə olun, cavablandıraq. Aybaşı gecikmələri polikistoza səbəb olmur. Polikistoz özü elə mahiyyət etibarilə aybaşı gecikmələrindən ibarət bir xəstəlikdir. Sadəcə hər aybaşı gecikməsinə biz polikistoz demirik, başqa bir-iki kriteriyası da var. Yumurtalıqları çoxsaylı xırda kistacıklar görürüksə yumurtalıqlarda, ondan sonra biraz kişi cinsi hormonunun yüksəkliyi əlamətləri varsa, yəni bu İçindən ikisi varsa polikistoz diaqnozu qoyuruq. Biri digərinin səbəbi deyil. Bunlar hamısı eyni bir sindromun əlamətlər toplusunun parçalarıdır. Bilirsiniz ki, burada aybaşı gecikməsi yumurtanın yetişməməsi deməkdir. Xəstəliyin mahiyyəti budur. Qorxurlar qız anaları ki, birdən sabah uşağı olmaz qızımızın. Əgər belə bir durum varsa, düz eləyib narahat olursunuz. Amma lap o dərəcədə panikaya düşüləsə xəstəlik deyil. Çünki dərman vasitəsilə 95% hallarda biz yumurta yetişməyinə və hamiləliyə nail ola bilirik. Sadəcə aybaşı gecikməsi varsa hər bir qadın həkimə müraciət etməli, səbəbini araşdırmalı, polikistozdur ya başqa hər nədirsə müalicə edilməlidir. Sağ olun.